Salam hörmətli coğrafiya sevərlər. Bugün sizinlə elmi texniki inqilab mövzusunu və onun təsərrüfata təsirini öyrənəcəyik. Bu mövzu bəzən imtahana hazırlaşanlar üçün çətin görünə bilər, amma əslində görəcəksiniz ki, bu video dərslə inşallah biz bu mövzunu çox rahat və yadda qalan formada öyrənəcəyik və bundan sonra düşünürəm ki, artıq bu mövzuda sizin heç bir probleminiz olmayacaq. Gəlin əvvəlcə biz başa düşək ki, elmi texniki inqilab nədir? Tarix boyu bütün dövrlərdə demək olar ki, elmi texniki tərəqqi olub. Bu nədir? Elm, texnika, texnologiya müəyyən tərəqqi edib, inkişaf edib. Müəyyən sürətlə, az və ya çox dərəcədə. 18-19-cu əsrlərdən sonra sənaye inqilablarından sonra, həmçinin 20-ci əsrdə bu inkişaf artıq əvvəlkindən çox daha sürətli bir formada gedib. Yəni elm, texnika və texnologiya 19-cu əsrdən sonra əvvəlki dövrlərə nisbətən, əvvəlki əsrlərə nisbətən çox sürətli bir inkişafa gəlib çatıb. Biz buna deyirik elmin, texnikanın inqilabı. Buna görə də elmi texniki tərəqqinin yeni mərhələsi nədir? Elmi texniki inqilab. Misal üçün, bax, dərslikdən götürülmüş bu şəkildə sizə nə göstərilir? Baxın, bu buxar maşınıdır. İkinci isə sürət qatarıdır. Yəni, ən azından beynimizdə canlansın ki, elmi texniki inqilab nədir də? Yəni, biz hardan hara gəlmişik? Aydındır. Elmi texniki inqilab ilk dəfə hərbi sahədə tətbiq olunub. Buna görə buna hərbi texniki inqilab deyirdilər. Niyə görə? Çünki Amerika Birləşmiş Ştatlarının Yaponiya 1945-ci ildə Xirosima və Nagasaki atdığı atom bombası bir çox halda elmi texniki inqilabın başlanğıcı hesab olunur. Bu da niyə görə belədir? Çünki bu artıq atom enerjisindən istifadə idi və bu elmdə bir inqilab idi. Daha sonra təbii ki, bu mülki sahədir. Ümumiyyətlə tarixən biz baxanda tarixə görürük ki, çox vaxt ən yeni texnikalar, texnologiyalar ilk olaraq elə hərbidə istifadə olunur, müharibələrdə. Sonra insanlar onu hərbidən götürüb mülki sahədə tətbiq ediblər. ET də daha sonra mülki sahələrə, infrastruktura tətbiq olundu və 1970-ci illərdən sonra, yəni 20-ci əsrin 70-ci illərindən sonra robot istehsalının inkişafı ilə ET-dən sonra ET-nin ikinci bir adı formalaşdı. Buna mikroelektronika inqilabı deyilməyə başladı. İndi bu ET-nin yaranması və ümumən mahiyyət olaraq nə olması idi? Biz indi isə baxaq ki, ET-nin səciyyəvi xüsusiyyətləri var. Ən əsas səciyyəvi xüsusiyyətlərini mən sizin üçün bura qeyd etmişəm. Gəlin bunların izahına baxaq. Birincisi, ET-nin əhatəli və universal olması. Bu nə deməkdir? Baxın, elmi texniki inqilab, ümumiyyətlə texnika, texnologiya, elm həyatın bütün sahələrində, bütün peşə sahələrində istifadə olunur. Biz buna görə deyirik ki, ET əhatəlidir və universaldır. Bu nə deməkdir? Məsələn, baxın, biz təhsildə, tədrisdə hazırda texnikadan istifadə edirik, texnologiyadan, düzdürmü? Məsələn, siz hazırda bir video izləməklə, bir ağıllı telefonla və ya da planşetlə, notebookla hər hansı bir mövzunun izahına baxırsınız. Tutalım ki, onlayn qaydada siz sınavlar işləyə bilirsiniz, video izahlara baxa bilirsiniz. Bu təhsildə demək ki, ağıllı lövhələr var və s. Süni intellektin yararlanmaq olur. Bundan başqa, səhiyyədə məsələn, həkimlər çox müasir cihazlardan istifadə edirlər, müasir analizlərdən istifadə edirlər. Usta da, hətta sürücü də məsələn, naviqasiyadan istifadə edir. Yəni, bütün sahələrdə texnika, texnologiyadan istifadə olunur. Ona görə biz deyirik ki, elmi texniki inqilab əhatəlidir və universaldır. Yəni, sadəcə bir sahə üçün deyil. Daha sonra bunu başa düşdük, düşünürəm ki. İkinci, elmin istehsala tətbiqinin sürətlənməsi. Bu çox vacib bir məsələdir. Baxın, ET-yə qədər elm də var idi, istehsal da var idi. Amma aralarında vaxt fərqi çox idi. Uçurum var idi arada. Məsələn, dərslikdə yazılır ki, ilk dəfə fotoaparat kəşf olunan, ixtira olunandan sonra onun istehsalına qədər 102 il vaxt keçib. Və yaxud da ilk dəfə radionun ixtirasından sonra onun istehsal olunmasına qədər 30 il vaxt çəkib. Bu nə deməkdir? Yəni, bu dövrdə, ET-yə qədərki dövrdə bir şey kağız üzərində nəzəriyyədə ixtira olunurdu. Tutaq ki, siz alimsiniz, bir şey ixtira edirdiniz, kəşf edirdiniz. Amma onun istehsal olunub insanlara gedib çatması 30 il, 50 il, 100 il çəkirdi. Amma ET-dən sonra bu belə olmadı. Artıq elmlə istehsal arasındakı vaxt müddəti olduqca qısalıb. Bir insan bir şey ixtira etdikdə, o artıq çox daha qısa müddətdə istehsal olur. Bu isə əsasən texnopark və texnopolislərin sayəsində mümkün olur. Texnopark və texnopolislər nədir? Baxın, texnoparklar böyük universitetlərin və laboratoriyaların ətrafında yaradılmış elm tutumlu şirkətlərdir. Texnopolis isə bunlar daha böyük mərkəzlərdir, içində innovativ layihələrin işləndiyi elm tutumlu mərkəzlərin olduğu böyük mərkəzlərdir.
Bu texnopark və texnopolislər sayəsində artıq elmlə istehsal arasındakı o uçurum gedib və daha sürətli hala, daha praktik hala gəlib. Dünyada 10 dənə ən böyük texnopark və texnopolisi biz əzbər bilməliyik. Amerika Birləşmiş Ştatlarında 3 dənədir. Baxın, burada Silikon vadisi, Cummings Tədqiqatlar Parkı və Purdue Tədqiqatlar Parkı. Bu üçü Amerika Birləşmiş Ştatlarındadır. 3 dənəsi Böyük Britaniyadadır. Cambridge, Netpark və Technium. Bax, Cambridge, Netpark və Technium bunlar yerləşir Böyük Britaniyada. Bir dənə Sofia Antipolis Fransada, Otaniemi Finlandiyada, Kansai elm şəhəri Yaponiyada və Z-Park Çində yerləşir. Bu 10 dənə ən böyük texnopark və texnopolisi biz əzbər formada bilməliyik. Daha sonra üçüncü səciyyəvi xüsusiyyət insanların zehni və intellektual əməyinə tələbatın artmasıdır. Bu nə deməkdir? Əvvəllər dünyada əzəl axını var idi. İnsanları daha çox o göy yaxalıqlıları istəyirdilər, daha çox fiziki işlə məşğul olan insanları. İndi isə daha çox ağ yaxalıqlılar və qızıl yaxalıqlılara tələbat var. Artıq daha savadlı, texnologiyadan daha yaxşı anlayışı olan insanlar dünyada, dünya bazarında, həmçinin dövlətlər tərəfindən tələb olunur. Bu da aydın məsələdir ki, elmin, texnika və texnologiyanın inkişaf etdiyi belə bir dövrdə fiziki gücü artıq ağıl gücü, əzələ axını isə artıq beyinlər axını əvəz, ağıllar axını, beyinlər axını əvəz etmişdir. Və nəhayət dördüncü olaraq elmin dərinli inkişafını görürük. Belə ki, ET dövründən sonra artıq biz yerin dərin qatlarını, kosmosu, görürsünüz ki, kosmik tədqiqatlar həddən çox aparılır. Biotexnologiyanın öyrənilməsi, ən mikroskopik belə deyək də məsələlərin öyrənməsi elmdə artıq dərinli inkişafın göstəricisidir. Bu da məhz ET dövründən sonra daha bariz nəzərə çarpır. Bu olur etinin səciyyəvi xüsusiyyətləri. Daha sonra nəzər yetirdikdə etinin 4 dənə də tərkib hissəsi vardır. Bunlar hansılardır? Elm, texnika və texnologiya, istehsal və idarə etmə. Elm aydın məsələdir. Az öncə də danışdıq ki, elmi texniki inqilabın tərkib hissəsidir və ET dövründə elm artıq dərinlə inkişaf etmişdir. Biz artıq ən mürəkkəb elmi məsələləri öyrənirik dünyada ET-dən sonra. Burada yenə deyirəm ki, kosmik araşdırmalardan tutmuş, yerin daxili qatlarından tutmuş, ən xırda məsələlərə qədər elmdə artıq öyrənilir. Təbii ki, elmi tədqiqatlara ən çox pul yatıran, ən çox vəsait edən ölkələr də inkişaf etmiş ölkələrdir. Xüsusilə Yaponiyadır, Amerika Birləşmiş Ştatlarıdır, Almaniyadır. Bundan başqa digər inkişaf etmiş ölkələr əsasən inkişaf etməkdə olan ölkələrdən də nisbətən biz Çini deyə bilərik təbii ki. Bunlar elm sahəsində elmi tədqiqat işlərinə daha çox vəsait ayıran ölkələrdir. Texnika və texnologiyaya gəldikdə, əlbəttə ki, ET mütləq olaraq texnika, texnologiya təsir edib. Biz bundan çox danışmışıq. Biz dedik ki, artıq texnika, texnologiya çox müasir, çox dəqiq hala gəlib və texnika, texnologiyanın ET ərzində, ET-dən sonra 2 cür inkişafı var. Təkamül yolu ilə inkişaf, bir də inqilabi yolla inkişaf. Yadda saxlayırsınız ki, bu sizə testlərdə də lazım olacaq. İnqilabi yolla inkişaf gördünüzmü testdə? Bu inkişaf etmiş ölkələrdir. Təkamül yolu ilə inkişaf gördünüzmü? Bu inkişaf etməkdə olan ölkələrdir. Yəni inkişaf etmiş ölkələrdə texnika və texnologiya inqilabi yolla inkişaf edir. Məsələn, Almaniyada, Yaponiyada, Amerika Birləşmiş Ştatları, Qərbi Avropa ölkələrində, Avstraliyada. Amma inkişaf etməkdə olan ölkələrdə, xüsusilə məsələn Braziliya, Meksika, Türkiyə, İndoneziya və s. kimi ölkələrdə texnika, texnologiya təkamül yolu ilə, yəni nisbətən tədricən inkişaf edir. İstehsala gəldikdə, ET dövründə təbii ki, istehsala da təsir etmişdir. Belə ki, istehsalda əgər ET-yə qədər insan amili daha çox rol oynayırdısa, artıq istehsalda insan amili azalmışdır. Proseslər avtomatlaşdırılıb, elektronlaşdırılıb. Baxın, bax burada biz nə görürük? Dərslikdəndir. ET dövründə istehsalın inkişafının əsas istiqamətləri elektronlaşma, yəni bütün sahələr artıq kompüterlə təmin olunub, istehsal kompüterlər vasitəsilədir, avtomatlaşdırma var, görürsünüz, robotların tətbiqi var, energetikadan yenidən qurulması da artıq dünya ölkələri alternativ enerjiyə keçirlər, yəni tükənməyən enerji mənbələrinə keçirlər. Bu energetikada olan məsələlərdir. Artıq yeni materialların istehsalı var da, artıq yəni qara metallurgiyanın rolu azalıb. Burada artıq görürsünüz ki, keramikalar, yarım keçiricilər, optik liflər və s. istehsalı əsas rol oynayır. Biotexnologiyanın inkişafı var. Canlı orqanizmlərdən istifadə edərək yeni məhsulların yaradılması, xüsusilə bax biz burada
GMO-dan da danışa bilərik, geni modifikasiya olunmuş məhsullar, yəni geni dəyişdirilmiş məhsullar. Bunlar sayəsində kənd təsərrüfatında bir çox sahələrdə artıq məhsuldarlıq inanılmaz dərəcədə artdı etidən sonra əvvəlkilərə nisbətən. Kosmikləşmə, yəni kosmik tədqiqatlar üçün kosmik raketlərin istehsalı, aerokosmik sənaye. Bax, bu istehsalda etidən sonra bu sahələr əsas ön plana çıxmışdır və bu sahələr inkişaf etmişdir. Və nəhayət idarəetməyə gəldikdə, dördüncü tərkib hissəsi idarəetmədir. Elmi-texniki inqilab idarəetməyə də öz təsirini göstərmişdir. Məsələn, biz burada coğrafiya informasiya sistemlərinin adını çəkə bilərik ki, bunlar artıq idarəetmədə rol oynayır. Avtomatik idarəetmə sistemləri var, avtomatlaşdırılmış idarəetmə sistemləri. Yəni artıq bir mərkəzdən bir çox idarəetmə işləri texnikanın, texnologiyanın köməyi ilə edilə bilir. Bu demək ki, eti idarə etməyə də kömək edir. Elm, texnika, texnologiya, istehsal və idarəetmə. Bunlar etinin tərkib hissələridir. Düşünürəm ki, artıq eti haqqında əsas məsələləri başa düşdük. Onun səciyyəvi xüsusiyyətləri, eti necə yaranmışdır, səciyyəvi xüsusiyyətləri hansılar idi, tərkib hissələri hansılar idi. İndi isə elmi-texniki inqilabın təsərrüfata təsirindən danışmağa davam edək. Baxın, biz bilirik ki, təsərrüfatın sahəvi quruluşu var idi. 4 sektor var idi. Birinci sektorda kənd təsərrüfatı, hasilat sənayesi idi, tədarükü idi. İkinci sektorda emal-edici sənaye idi. Üçüncü sektorda xidmət sektoru idi və dördüncü sektorda da informasiya sahələri idi. Bu haqda da kanalımızda geniş video izah var təsərrüfatın sahəvi quruluşu haqqında. Biz deyirik ki, eti dövründə elmi-texniki inqilabdan sonra, baxın, işçi qüvvəsi birinci və ikinci sektordan hara yönəlmişdir? Üçüncü və dördüncü sektora yönəlmişdir. Təbii ki, inkişaf etmiş ölkələrdə 3 və 4-cü sektorda daha çox insan işləyir. İnkişaf etməkdə olan ölkələr hələ də əsasən 1 və 2-ci sektorlarda qalır. Amma ümumən götürdükdə, elmi-texniki inqilabdan sonra dünyadakı işçi qüvvəsi 1 və 2-ci sektordan 3 və 4-cü sektora yönəlmişdir. Daha sonra öyrənəcəyimiz məsələ təsərrüfatın ərazi quruluşudur. Burada biz monosentrik və polisentrik təsərrüfat quruluşundan danışırıq. Bu nə deməkdir? Baxın, mono tək, poli çox deməkdir. Sentr də mərkəzdir, bilirsiniz. Monosentrik təsərrüfat deyəndə tək mərkəzli təsərrüfat nəzərdə tutulur. Polisentrik isə çox mərkəzli. Bir dəfəlik hamımız başa düşməliyik ki, polisentrik dedikdə inkişaf etmiş ölkələr, monosentrik dedikdə inkişaf etməkdə olan ölkələr nəzərdə tutulur. Bu bir mənalı olaraq bunu bildik, testlərdə belə götürəcəyik. Mahiyyəti nə deməkdir? Baxın, monosentrik dövlətlərdə, yəni inkişaf etməkdə olan dövlətlərdə əsasən bir şəhər, maksimalda 2 şəhər inkişaf edir. Bu ya paytaxt şəhər olur, ya liman şəhəri olur, böyüyür bu şəhər. Digər daxili rayonlar inkişafdan geri qalır, yəni arada biraz disbalans yaranır. Və burada əsasən daxili rayonlarda nə olur? Baxın, monosentrikin quruluşunu göstərim mən sizə. Baxın, burada görürsünüz ki, ölkənin daxilində nə var? Hasilat sənayesi, düzdür? Kənd təsərrüfatı, yəni geridə qalıblar da. Amma bir dənə əsas liman şəhər var və ya paytaxt şəhər var. Buradan məhsullar gəlir limana, liman şəhərlərə və orada ixrac limanları var. Yəni həmin bu ya faydalı qazıntılarmı, ya kənd təsərrüfatı məhsullarımı ixrac olunur digər ölkələrə, əsasən də inkişaf etmiş ölkələrə. Yəni bunun fəaliyyəti bundan ibarətdir əsasən. Bu monosentrik dövlətdir, inkişaf etməkdə olan ölkələrdə. İnkişaf etmiş ölkələrdə vəziyyət necədir? Bax, məsələn, bu Türkmenistanın xəritəsidir, monosentrik. Fikir verin, bir hissəyə yığılıb. Amma Almaniyanın xəritəsinə baxın, sənaye rayonlarına baxın, polisentrikdə. Baxın, Almaniyada görürsünüz, ölkənin dörd bir tərəfində sənaye rayonları yerləşir. Bu artıq çox mərkəzli iqtisadi modeldir, təsərrüfat modelidir. Və çox mərkəzli təsərrüfatda burada iqtisadi rayonların tipləri var. Baxın, yüksək inkişaf etmiş rayonlar var. Burada əsasən elm tutumlu sahələr üstünlük təşkil edir. Yəni, elmi-texniki inqilab burada daha bariz görünür. Haralarda? Məsələn, Amerika Birləşmiş Ştatlarında Kaliforniyada, New Yorkdur. Sonra İtaliyanın şimalı, Almaniyanın cənubu, Fransanın Paris şəhəri, İngiltərədə London. Bunlar əsasən o göy banına daxil olan yerlərdə, yəqin ki, xatırladınız Avropada. Sonra, köhnə tənəzzülə uğramış sənaye rayonları. Bunlar hansılardır? Məsələn, vaxtı ilə yüksək inkişaf eləmiş. Əvvəllər bilirsiniz ki, qara metallurgiya daha ön planda olub da, həmin vaxtda daş kömürün, dəmirin olduğu rayonlar yüksək inkişaf etmiş sahələr. Amma indi qara metallurgiyanın rolu azalıb deyə, biz bundan sənaye dərsində danışırıq. İstəsəniz, emal-edici sənayenin də video izahı var kanalımızda.
Baxın, artıq qara metallurgiyanın rolu azalıb deyə, o əvvəlki daş kömürü, dəmir rayonları artıq köhnə rayonlar hesab olunur, tənəzzülə uğramış. Məsələn, Amerika Birləşmiş Ştatlarında Appalaç daş kömürünə zəngindir. Almaniyada Sar, bilirsiniz, kömür, Böyük Britaniyada Qara İngiltərə, Rusiyada Ural, Volqa boyu. Bunlar əsas daş kömür və dəmir zonalarıdır, köhnə sənaye rayonlarıdır. Aqrar rayonlar dedikdə kənd təsərrüfatıdır da, aqrar bilirsiniz, kənd təsərrüfatının inkişaf etdiyi rayonlar İtaliyanın cənubu, Fransanın qərbi, İspaniyanın mərkəzi nəzərdə tutulur. Yeni mənimsənilən rayonlar isə ekstremal şəraitə malik ərazilərdir. Burada Amerika Birləşmiş Ştatlarında Alyaska, yəni ekstremal nə deməkdir? Ya çox hündür dağlıqdır, ya çox soyuqdur iqlimi, ya çox isti quraqdır. Yəni yaşamaq üçün elə də əlverişli deyil, amma son vaxtlar bunlar da artıq mənimsənilir. Amerika Birləşmiş Ştatlarında Alyaskadır, daha sonra Qrenlandiyadası, Avstraliyanın mərkəz və qərb hissələri, yəni səhraları, Ipson, Sipson, Böyük Qumlu, Viktoriya kimi, Rusiyanın Sibir regionu, bax bu yeni mənimsənilən rayonlara aiddir. Buna etinasız yanaşmayın, ən azından anlayışınız olsun ki, bax, məsələn, keçən il buradan bir sual gəlmişdi qəbul imtahanına. Daha sonra Azərbaycanda da təsərrüfatın sahəvi quruluşuna biz nəzər yetirdikdə görürük ki, əsasən 33% burada sənaye rol oynayır. Bu təbii ki, Azərbaycanın neft qaz ölkəsi olması ilə bağlıdır. 20% sosial xidmətlərdir. Bura müəllimlərdən, həkimlərdən tutmuş asan xidmətə qədər aid edə bilərsiniz. Hardasa 7% kənd təsərrüfatıdır. Digərləri də elə əsasən xidmət sahələrdir. Görürsünüz, vergilər, nəqliyyat, rabitə və s. formasında gedir. Bax, bu da düşünürəm ki, artıq bu video ilə birlikdə siz elmi-texniki inqilab və onun təsərrüfata təsirini tam olaraq başa düşmüş olursunuz. Burada elmi-texniki inqilabda siz onun səciyyəvi xüsusiyyətlərin, tərkib hissələrin, təsərrüfata təsirin, monosentrik, polisentrik dövlətləri bilsəz, əsasən işiniz tamam olmuş olur. Yəni, bir də orada onu bilə bilərsiniz ki, məsələn, monosentrik dövlətlərdə regionlarla paytaxt və ya da liman şəhər arasında böyük fərq olur. Ona görə bu fərqi aradan qaldırmaq üçün bəzən inkişaf etməkdə olan ölkələr öz paytaxtları zəif inkişaf etmiş, geridə qalan hər hansı bir şəhərə köçürürlər. Burada da dərslikdə bizə 3 ölkə nümunə verilib. Bunları bilsəz imtahanlar üçün kifayət edir. Braziliya, Nigeriya, Qazaxıstan. Bunlar öz paytaxtların həmin o zəif inkişaf etmiş bölgələrə köçürən 3 dövlətdir. Belə, uğurlar arzulayıram hər birinizə. Biraz səsimlə bağlı problem var, biraz xəstələnmişəm, amma ümid edirəm ki, video sizin üçün yetər qədər keyfiyyətli oldu və bu dərsi izləyərək siz artıq bu mövzunu rahat şəkildə qavramış olacaqsınız. Sağ olun, salamat qalın.